Salam dostlar, salamlayıram hər birinizi. Bir mövzuya toxunmaq istəyirəm. Hərdən elə olur ki, insan həyatında problemlər yaşayır, ciddi böyük bir problemlər, sıxılır, narahat olur. Görürsən ki, bir şey istəyirsən, amma bu bir şey alınmır. İnan ki, bu sırf sənin üçündür. Deməli, Allah sənin yanındadır, səni istəyir. İstəyir ki, sən, bəli, bu etapı keçəsən daha yaxşı olasan. Yəqin ki, nə vaxtsa nəsə yaxşı bir şey istəmirsən, güclü bir şey istəmirsən və sən hazır olmadığın üçün sənin başına belə bir problem gəlir ki, sən bu problemi aşasan, keçəsən, hazır olasan, ondan sonra yaradan o istədiyini sənə versin. Sən keçməciyincə, sən o problemi aşmayınca o sənin ala bilmərsən. Çünki sən hazır deyilsən. Yəni, həyatında əgər problem varsa, çətinlik varsa, sən şükür elə ki, Allahın deməli, Allah sənin nəzarəti var, baxır ki, səni istəyir ki, sən bunu keçəsən, bu problemi keçəsən. O insan bir kitabda oxumuşdum ki, deyir ki, bir insanın həyatında hər şey yaxşıdırsa, deməli, Allah onu yaddan çıxardıb. Yəni, bu sözün dərinliyinə biraz fikir vermək lazımdır. O insan yaşayır, yəni, bəlkə də tempində tapıb, yəni Allahın artıq, amma səndən sırf sənin həyatında problem varsa, narahatçılıq varsa, yəni aşası, keçiləsi bir məqamların varsa, bura bir kənara qapılmalı deyilsən. Əksinə, ayılıb baxmalısan ki, sən bir oyundasan və bu oyunda mən bu necə hərəkət eləməliyəm ki, nə eləməliyəm ki, mən bu oyunu, bu etapı keçim. O etapdan sonra qarşıma yeni bir macəralar çıxır, yeni bir bacarıqlar, görürsən ki, sən bunu keçdin, artıq tamam başqa bir insan kimi istədiyinə də nail olursan və hərdən insan arzu eləyir, deyir ki, ayda mən bunu istəmişdim, tamam başqa bir şey, əks bir şey oldu. Sən bunu istəmişdin, əks bir şey olmadı, xeyr. Sən bunu istəmişdin deyə sən onu yaşayırsan ki, sən daha da yaxşılaşasan, haradasa boşluğun var. Məsəl üçün, pul istəyə bilərsən, çoxlu pul. Standart puldan danışıram, kimisi sevgi istəyir, kimisi pul istəyir, hərə bir şey istəyir. Amma əsasən istənilən indiki zamanımızda puldur. Pul, məsəl üçün, sən pul istəyirsən, sənin pulla bağlı problemlərin başlayır baş verməyə. Məsəl üçün, işləyirsən, işdən çıxırsan, işdən çıxardırlar səni, tutaq ki. Baxırsan ki, mən bunu istəmişdim. Sən işdən çıxardılar ki, sən daha yaxşı işə gedəsən. Sən sadəcə o moment üçün onu görmürsən. Amma yaradan bizdən çox qabaq görür. Bizim beynimiz balacadır, biz maştabını böyük, geniş düşünə bilmirik. Balaca düşünürük. Amma yaradan görür ki, sən bu işdən çıxmalısan ki, məsəl üçün növbəti bir proses baş versin, növbəti işə gedəsən və bir müddətdən sonra fırlanıb baxanda sən bugün problem kimi gördüyün bir şey bir neçə ildən sonra, aydan sonra baxıb gələndə arxaya baxsan gülməli gəlir ki, sənə doğrudan da gülməlidir və başa düşürsən ki, hər şey o qədər ideal şəkildə baş verdi ki, yəni bundan o tərəfəsi ola bilməzdi və hər şey yəni Allahın nəzarəti altında möhtəşəm şəkildə yəni bu baş verir. Ona görə güvənmək lazımdır, özünü Allaha buraxmaq lazımdır ki, bu bizi həyatda Allahımız aparır, bizi gətirib bu dünyaya. Bizə məsəl üçün mələklər verib, ana atamızı verib. Bizə yəni danışsaq çoxdur, bunu danışmağa ehtiyac yoxdur. Güvənmək lazımdır. Məsələ güvənməkdən gedir. Əgər həyatında problem varsa, güvən, bu yaxşıdır. Sadəcə ayıq olmaq lazımdır ki, bu problemi mən nə etməliyəm ki, keçim. Sən nə etmədiyincə, boş dayandığın müddət o problem həmişə olacaq. Sən çarə tapmalısan, o çarə 100% var. Hər bir pis situasiyada yaxşı nəsə var. O yaxşını görəndə, baxırsan ki, budur, bunu düzəltməliyəm, odur, budur. Başlayırsan etap qalxmağa. Sağ olun dostlar, özünüzdən müğayət olun.